Azərbaycan Cüdo Federasiyası ilə və Azərbaycan Cüdo Akademiyası arasında olan bu layihə daha çox məşqçilərin təhsil yönümlü nəzəri cüdonun biliklərinin artırılmasına yönəlib birinci səviyyə məşqçilərin proqramlaşdırmasına start vermişik. Proqram sonunda məşqçilər daha çox cüdo tarixi, cüdo fəlsəfəsi, cüdo termini haqqında məlumatlar olacaqlar. Artıq Beynəlxalq Cüdo Federasiyasının birinci level məşqçilik kurslarına rahatlıqla hazırlaşıb orada imtahan verə biləcək. Təlimlər nəzəri və praktik dərslər olmaqla 48 akademik saatdan ibarətdir. Nəzəri dərslər 22 akademik saat, praktik dərslər isə 26 akademik saat ərzində keçirilməsi nəzərdə tutulmuşdur. Nəzəri dərslər akademiyada təşkil olunur. Cüdonun tarixi, cüdonun fəlsəfəsi, məşqin planlaması, uşaq davranışının idarə olunması, yarış qaydalarının keçirilməsi kimi mövzuları əhatə edir. Beynəlxalq dərəcəli hakim olaraq bu günləri bu kurslarda iştirak elədim müəllim kimi və məşqçi müəllimlərə hakimliyin qaydaları barəsində, yenilikləri barəsində məlumat verməyə çalışdım. Birinci səviyyə məşqçilik kursunun əsas məqsəd vəzifəsi federasiyamızın da gözləntiləri olaraq müəllimlərin 1 illik, 1 aylıq, 1 həftəlik məşq sisteminin, məşq planlamasının hazırlanmasıdır. Ümid edirəm ki, bu sistem Azərbaycan gəncləri üçün uğurlu olacaq. Gələcəkdə böyüklər arasında Avropa, dünya, olimpiya mükafatçıları və çempionları daha da çoxalacaq. Eləcə də savadlı, gənc, sağlam nəsil yetişəcəkdir.